Salam əziz müştərilər. Bugün sizə bizim stokumuza yeni daxil olan hidravlik kağız kəsəmimiz olan 7210 PX modelini təqdim etmək istəyirəm. Kağız kəsəmimiz hidravlik modeldir. Dediyim kimi kağız kəsim eni 72 cm-dir. Görərsiniz, çox adam 72 cm kağız kəsən istəyirdi. Çünki 70-100 kağızı kəsməkdən ötürü bu format daha uyğun olur. Kəsmə hündürlüyü 10 cm-dir. Belə bir pedalı var. Kağız sıxmaq üçün avtomatik, yəni belə ayaqla da pedalı sıxa bilərsiniz. Yaxud kəsim vaxtı avtomatik rezakımız özdə presi aşağı salır və sonra kəsir. Hal-hazırda göstərmək istəyirəm sizə bəzi nüansları. Tam avtomatikdir, manual rejimi də var. İstədiyimiz ölçünü yazırıq. Məsəl üçün 150 mm yazaq, 150 mm kəsi ölçünü özü qeyd edir. Bu manual rejimdir. Həmçinin proqram rejimimiz də burada mövcuddur. Yəni istənilən proqramı yazırıq. Burada yaddaşa vura bilirik. 99 proqramacan yaddaşa vurmaq qabiliyyətinə malikdir. Yəni əslində istifadəsi çox rahatdır. Belə bir sensorları var. Yəni kəsim vaxtı digər kimsə ikinci şəxs əlini salarsa bura avtomatik kəsim dayanır. Təhlükəsizlik baxımından görə eləyiblər bunlar. Həmçinin dediyim kimi 220 voltla işləyir ən əsası. Çünki çox bildiyiniz kimi çox 72 cm kağız kəsəndə hamısı 3 faza ilə işləyir. Bu isə sadəcə 220 volt, 0 faza ilə 220 voltla işləyir. Ona görə də istənilən ofisə qoymaq mümkündür. O tərəfdən daha yaxşıdır. Gəlin çox danışmayayım. İşləmə qaydasına baş salon sadəcə kəsim edin görəsiniz. Deməli belə qoyduq. Burada belə bir düymə var. Onu basandan sonra, kəsimdən sonra istədiyiniz məhsulu, o kəsilmiş məhsulu da önə çıxardır. Hal-hazırda onu göstərim. Yəni bunu da basa bilərəm. Yəni çıxısında çox adam deyir ki, bu olmağı yaxşıdır, rahatdır. Kəsim xəttini görürlər yenə. Mən də onsuz istifadə edirəm. Özü önə çıxartdı məhsulu. Məhsulunu götürdü. Öz kəsim xəttimiz idealdır, tərtəmiz. Qiyməti çox münasibdir, zəmanət verilir. Kimə maraqlıdırsa bizimlə əlaqə saxlasın. Stokumuzda mövcuddur, bir neçə ədədimiz var. Gəlib, yəni ofisimizdə də gəlib yaxından avadanlıqla tanış ola bilərsiniz. Çox sağ olun, təşəkkürlər.